20.000 manat endirimlə sizlərə elə bir evi təqdim edirəm ki, hal-hazırda satışda, bu tikilişdə, həmçinin yerləşmə yeri belə bir gözəl ərazidə ikinci belə bir ev yoxdur. 2 sot yarım torpaq sahəsində Kupçalı, 6 otaqlı həyət evini sizlərə təqdim edirəm. Təqdim etdiyim həyət evi Masazır qəsəbəsində 6 saylı məktəbin tam arxasında asfalt yolun kənarında yerləşir. Və tikilişi barəsində məlumatları qeyd edim və keçək daxili hissəsində sizlərə təqdim edim. Evimiz 6 otaqdan ibarətdir. 2 sot yarım torpaq sahəsində inşa edilib. Mərtəbələr arası monolit betondur. Qoşa setkadan istifadə olunub. Həmçinin mərtəbə sonunda kəmərə atılıb. Çox keyfiyyətli iş görüb. Adicə zabor, evin zaborlarına fundament verilib və zaborun baş hissəsinə ümumilikdə bütöv bir kəmər atılıb. Yəni, hər evdə bu işlər görülmür. Qapıyacan yolu asfaltdır, jalüz qapısı var, həyətdə besetkası və s. Çox gözəl bir evdir. Qiyməti 178.000 manatdan 158.000 manata endirilib, yenə də endirim olacaq. Deməli, baxın, evə daxil olduqda belə bir dəhliz hissəsi bizi qarşılayır. Mərmər qranit gördüyünüz hissələr istifa oldu. İlk öncə arxa hissəsini göstərir. Baxın, arxasında da belə bir həyət yanı sahəsi var. İstili sistemi kombidir. Baxın, kombisi hazır quraşdırılıb. Qaz, su, işıq, kanalizasiya ərazidə daimidir. Hamamın genişliyinə baxın. Yataq otağı ölçüsündə böyük bir hamam hissəsi var. Pləkanlar monolitdir. Bahalı mərmər daşlarla yığılıb. Bu hissədə belə bir gözəl, məncə bir çox alıcının axtardığı genişlikdə olan bir mətbəx hissəsi var. Mətbəxi sözün əsl mənasında çox gözəldir, çox genişdir. Domofon sisteminə kimi var. Sənəd çıxarışdır. Evin kupçasını ev sahibi götürmüyor, amma götürə bilər. Yəni, bilirsiniz ki, evin kupçasını götürdükdə evin satışı zamanı vergi düşür deyə evə. Evin kvadratı da geniş olduğu üçün götürmüyor. Birbaşa kupçanı alıcının adına çıxaracaq. Və yaxud da ki, əgər istəsəz öz adına da çıxara bilər kupçanı və onda qiymət məsələsində endirim prosesi belə çətin olacaq. Evdən nə əgər əksik varsa, nə bəyənmirsinizsə, aradan da qaldırmaq olar, qiymətindən də çıxarmaq olar. Hal-hazırda bu ərazidə, bu genişlikdə ikinci bir ev yoxdur. 30 kvadrat ölçüsündə olan geniş bir qonaq otağı, genişlik, tikiliş baxımından məncə bu qiymətə ikinci belə bir ev yoxdur. Evdə deməli suyun sayğacı var, işığın sayğacı var, qazın sayğacı qalıb. Qazın sayğacı da ev sahibi tərəfindən quraşdırılıb, veriləcək. Təkcə qazın sayğacı qalıb, bunu da qeyd edim. Masazırda rahat yerdədir. Yerləşir 6 saylı məktəbin arxasında, asfalt yolun tam kənarında. Yataq otaqlarının genişliyinə baxın. Çox gözəl, mükəmməl bir təklifdir. Bu hissədə növbəti geniş yataq otağıdır. Sözün əsl mənasında çox geniş bir evdir. Və tikiliş barəsində də ki, ustanızı götürün, gəlin, baxın. Damına kimi izolyasiya olunub daş yunu ilə və kiçik detski yataq otağı və yaxud da ki, ofis kimi də, qardırob otağı kimi də istifadə edə bilərsiniz. Çox yaxşı evdir. Hal-hazırda bu ərazidə torpaq alsaz, bu qiymətə belə bir evi əlsiyə gətirməyiniz qeyri-mümkündür. Ərazini tanıyanlar bilər ki, ən yaxşı yeridir. Rəhmətli Qənirə Paşayeva evinin tam yanında.